Теперь вы понимаете, почему мне стало не по себе. Mən boşanmaq istəyirəm. Boşanmaq istəyirsən? Hı. Niyə? Xoşbəxt deyiləm. Xoşbəxt deyilsən? Hı. Bəs mən? Sən o. Nə olub? Bəs mən xoşbəxtəm səninlə? Xoşbəxt deyilsən? Yəni sən düşünürsən ki, bu ailədə hamı xoşbəxtdir, bir səndən başqa və buna görə də boşanmalısan? Hı. Elə düşünürsən? Bəli. Sən bir həyatı dərk edirsən, yəni kənardan görürsən, özünü görürsən sən bu ailədə. Hə, nə oldu ki mənə? Nə olub ki? Sən mənim xoşbəxt olmağım üçün nə etmisən? Nəyin çatmır, neynəməmişəm? Nəyin çatmır nədə? Sən ailəmizə gələnə qədər bizim ailəmizdə bir bütövlük var idi. İki qardaşım didərgin düşübdü, görə bilmirəm, üzlərinə həsrətəm. Anam bizə gələndə üzündən zəhər yağır. Elə bil nəyinəsə söyürlər. Sən gələnə qədər bizim öz aramızda çox gözəl huzur var idi, bərəkət var idi. Rahat yatıb, rahat oyanırdıq. Sən gələndən sonra elə bil bura bir diversiyon qrup gəldi, bir düşmən nəsə bir şey elədi. Sənin bunlardan xəbərin var? 5 sözündən 3'ü zəhərdir. Ancaq şikayət, ancaq narazılıq, ancaq naşükürlük. Bax gör qonşular necə yaşayır, bax gör cəmaatın bir hissəsi necə yaşayır. Ancaq naşükürlük, ancaq şikayət. Bir-iki dən qüsurum olar ya olmaz, onlardan tutub dit yedim beynimi illərdir. Mən sənə dedim, mən bədbəxtdən boşanıram, mən səndən boşanmalıyam. Onun üçün ağlını başına yığ. Bir hərəkətlərinə, sözlərinə, danışığına çəki düzən ver. Və bəlkə də onda xoşbəxt oldun. Həm özün, həm də biz. İndi boşanmaq istəyirsən? Yox. Yox? Ağlını başına yığ. Bir insan özündən başlamalıdır. Sən o vaxt rahatlıqla deyə bilərin ki, mən boşanmaq istəyirəm. Mən xoşbəxt deyiləm. O vaxt ki, sən bir insan kimi sağlam davranardın, biz pis olardıq. Bu hekayədə isə sağlam olan mənəm. Çünki sənə qədər həyatımız daha gözəl idi. Sən gəldin bizi bədbəxt elədin. Hələm azmış kimi o gic-gic dırnaqarası psixoloqlardan, küçədən keçən o dırnaqarası heç nəyi bilməyən şuuraltı terapistlərdən, koçlardan, heç həyatı qanmayanlardan öyrənmisən ki, qadın xoşbəxt deyilsə boşanmalıdır. Qadın xoşbəxtliyi və kişi xoşbəxtliyi və övlad xoşbəxtliyi. Övladlarımız səndən heç düz əməli ana sevgisi də görmür. Bəs bunlar ağlını başına yığ bala.